Bizdən başqa bir məktəbdən 2 qardaş var idi ki, onların hər ikisi bizim kimi yarımfinalı vəsiqə qazanmışdılar. Amma o qardaşlardan biri finala keçdi, digəri keçəmədi. Əlim ayağıma dolaşmışdı, bilmirdim nə edəcəm. Bəzən elə vaxtlar ki, işıqlar sönüb, yəni şam işığında, telefonun işığı yandırıb qoyub oxuduğumuz vaxtlar olub. Finala digər vəsiqə qazanan şagirdimiz, həmçinin də mənim yaxın rəfiqəm, Nərminlə də bu yolda, bu dönəmdə çox maraqlananlarımız olub. Bu prosesə də tək hazırlaşmışam. Ədəbiyyata keçməyimin səbəbini də deyim. 9-cu sinifdə riyaziyyat olimpiyadasından keçə bilmədim. Bu da həqiqətən yəni çox sarsıtdı. Qarşıma məqsəd qoydum və şükür ki, keçdim. İmtahan işlərində həqiqətən fərqli hisslər idi. Onun sözlərini ifadə etmək olmur. Biz aşağı düşdük, məktəbdə aşağı gəldik. Tarix müəllimimiz gəldi bizə, dedi ki, xəbər verdi ki, bəs siz keçmisiniz. Sinif yoldaşım yanında idi, Nərmin, digər keçən. Təbii ki, çox fərqli hisslər idi. Belə qaldıq, donduq qaldıq. Birinci adam inana bilmədi. Çox fərqli hisslər idi. Mən də dərsdə idim. Müəlliməm gəldi, mənə çağırdı ki, mən onda yəni əlim ayağıma dolaşmışdı, bilmirdim nə edəcəm. Sonra müəlliməm dedi ki, sən keçibsən artıq. İki qız övladımın finala çıxmasının, yəni onun elə bir hissdir ki, onu sözlə ifadə eləmək biraz çətindir, çox qürur verici bir hissdir. Bütün valideynlərə arzularıq bu sevinci yaşamağı. Bəli, gözləyirik. Çünki özümüzə çox inanırdıq, həmişə bir-birimizə dəstək olmuşuq, hər zaman güvənmişik, inanmışıq. Mən özüm 4 il ardıcıl şəkildə Respublika final olimpiadalarında iştirak eləmişəm, heç vaxt da final mərhələsinə vəsiqə qazana bilməmişəm. 9-cu sinifdə çox az baldan kəsilmişəm. Amma buna baxmayaraq heç vaxt özümə inamda itirməmişəm və 11-ci sinifdə nəhayət finala vəsiqə qazana bildim. Mən məktəbdə də uşaqlara, yəni 9-cu sinif buraxılışı var, 11 buraxılışı var. Həmişə uşaqlara motivasiyam nə olur ki, birinci uşağın uğur qazanmağında ən əvvəl şagird uşaq özüdür. İkinci valideyndir. Valideyn dəstəyi olmazsa o uşaq heç vaxt uğur qazana bilməz, mənim fikrimcə. Yəni biz valideyn olaraq hər ikimiz onlara dəstəkləyik. Mən hər gün ruhlandırırdım, həvəsləndirirdim. Bax, keçməsəz də bir şey itirməyəcəksiniz. Məsələn, Fatimə deyirdim, bu il keçə bilməyəcəksən, gələn il var. Bizdən başqa bir məktəbdən 2 qardaş var idi ki, onların hər ikisi bizim kimi yarımfinalı vəsiqə qazanmışdılar. Amma o qardaşlardan biri finala keçdi, digəri keçəmədi. Biz bugün çox xoşbəxtlik ki, ikimiz də keçmişik finala. Bəzən sözümüz üstə düşmürdü, amma elə vaxtlarda olurdu ki, bir yerdə də hazırlaşırdıq, fikir mübadiləsi aparırdıq, mövzular haqqında fikir mübadiləsi aparırdıq. Bəzən davadalaşlarımız da olurdu. Mən bilmədiyimi ondan soruşurdum, o mənə izah edirdi. Yəni belə maraqlı bir mərhələ idi. Bəzən elə vaxtlar ki, işıqlar sönüb, yəni şam işığında, telefonun işığı yandırıb qoyub oxuduğumuz vaxtlar olub. Onlar ancaq işi gücü dərslə məşğul olmaqdır. Onların heç bir işi olmuyor. Sənə nəsə eləyəcəm, nəsə alacam, bunu eləyəcəm, onu eləyəcəm, sən dərs oxu, yox. Onların özlərində maraq olmaq. Eyni otaqda hazırlaşırdıq. İkimizin də fənni humanitar fən idi. Oxuyanda mən səsli oxuyurdum çox vaxt. O da Fatiməyə mane olurdu. Səssiz oxumağı sevirəm mən də. Ona görə də biraz orada sözümüz üstə düşmürdü, biraz orada dalaşırdıq. Valideyn olaraq heç vaxt onlara deməmişəm, gedin kitab oxuyun. Bəzən olur, məsəl üçün Fatimənin idmana, futbola daha çox marağı var. Axşamlar bu Qarabağ oyununda, məsəl üçün... Birini də keçirtmir. Hamısına. Onunla belə, mən evdə onun müəlliməsi Şəfan müəlliməyə deyirdim ki, bax, bu gün Qarabağın oyunu idi, Fatimə oyunu axıra vurur, ondan gedir yatır. Qardaşım daha çox televizora baxır, səs-küy salır. Yəni onda biraz insan əsəbləşir eləyir ki, ona görə. Onu da deyirəm, Baytar həkim, ancaq anası razı deyil. Yox, baytarlıq mən demirəm, pis sahə deyil. Yəni, insan üçün lazım olan bir sahədir. Amma ki, istəyək başqa daha yüksəklərdə görmək istəyərəm də. Finala digər vəsiqə qazanan şagirdimiz, həmçinin də mənim yaxın rəfiqəm, Nərminlə də bu yolda, bu dönəmdə çox maraqlananlarımız olub. Bir yerdə hazırlaşmışıq, bir-birimizə suallar göndərirdik, o suallar üzərində müzakirələr, mübadilələr aparırdıq. Bəzən onunla da fikrimiz üst-üstə düşmürdü. Amma maraqlı bir dönəm idi, bir yerdə hazırlaşmaq maraqlı bir dönəm idi. İnşallah ondan da finalda rəqibik. Öyrənməyi və öyrətməyi sevdiyim üçün müəllim ixtisasını istəyirəm. Mən tam da qərarlaşdırmamışam, ona görə də deyə bilmərəm. Çünki sadəcə indi 9-un buraxılışına tam fokuslanmışam deyə 11-ə hələ də fikirləşmirəm, amma buraxılışdan sonra 11 haqqında da fikirləşəcəm. Yəni hansı ixtisasa
getmək istəyirəm, hansı universitetdə oxumaq istəyirəm deyə. Məncə şəhərlə kənd arasında fərq qoymaq çox yanlış fikirdir. Hər bir şey şagirdin özündən asılıdır. Yəni onun kəndi, şəhəri fərqi yoxdur məncə. Bəli, mən də qatılıram. Çünki yəni şagird əgər özü istəsə, hər şey harda olursa olsun bu uğur qazana bilər. Al məndən gülüşlər. Artıq illərdir ki, bu proseslə məşğuluq. Demək olar ki, şagirdlərimiz hal-hazırda bu sinifdə təhsil alanlar 8-ci sinifdə oxuyarkən ilk öncə bu mərhələdə, yəni olimpiada mərhələsində iştirak ediblər və Xədicə şagirdlərimizdən biri final mərhələsinə yüksəlib 9-cu sinifdə oxuyarkən hal-hazırda 11-ci sinifdir və bu ilki imtahanda 11-ci sinifdən 4 şagirdimiz yarım final mərhələsinə vəsiqə qazanıb. Onlardan 3-ü Azərbaycan dili ədəbiyyat, biri isə tarix fənni üzrə uğur qazanmışdı. Final mərhələsinə isə hal-hazırda 2 şagirdimiz vəsiqə qazanmışdı. 2 ildir ki, gedirdim olimpiyadalara. Birinci il finala çıxa bilməmişdim. Amma bu il çox ümid eləyirdim və ümidim doğruldu, keçdim. Məktəbdə idik biz, elə müəllim gəldi, hər ikimizə də sevincli xəbəri verdi. Yəni məktəbdə öyrəndik müəllimlə bir yerdə. Ailənin tək övladıyam. Bu prosesə də tək hazırlaşmışam. Ədəbiyyata keçməyimin səbəbini də deyim. 9-cu sinifdə riyaziyyat olimpiyadasından keçə bilmədim. Bu da həqiqətən yəni çox sarsıtdı. Ondan sonra keçdim 3-cü qrupa, qrupumu da dəyişdim. Və ilk dəfə 10-cu sinifdə keçdim, getdim olimpiyadaya. Birinci mərhələdən keçdim. Finala keçə bilmədim, çünki qısa müddətdə hazırlaşmışdım həqiqətən. Və qarşıma məqsəd qoydum ki, 11-ci sinifdə keçəcəm. Baxmayaraq ki, bu il blok buraxış, qəbul imtahanları var. Amma qarşıma məqsəd qoydum və şükür ki, keçdim. Təbii ki, böyük qürur və sevinc hissi yaşadıq hər birimiz. Gələcəkdə İxtisas olaraq məsələn tərcümə istəyərəm. Çünki dillər marağım olduğu üçün. Olimpiyadanın verdiyi üstünlüyü istifadə etməyi düşünmürəm. Çünki yəni ayrılıqda blok imtahanı verib istədiyim ixtisasa düşməyi istəyirəm. İxtisas da tərcümə və ya ingilis dili müəllimliyidir. Səbəb də dillərə olan marağımdır. Respublika fənn olimpiyadasının məktəb mərhələsində iştirak edilmək üçün 14 nəfər şagirdimiz qeyddən keçmişdir. Məktəb turundan 12 nəfər uğur qazanmış, rayon mərhələsində 12 nəfər şagirdimizin iştirakı təmin edilmişdir və həmin şagirdlərimizdən də 9 nəfəri yarımfinal mərhələsində iştirak hüququ qazanmışdır. 9 nəfər şagirdimizdən də 3 nəfəri finala vəsiqə qazanmışdır. Bu təsadüfən əldə olunan nailiyyət deyil. Bir neçə ildir ki, davamlı şəkildə fəaliyyətimizi tənzimləmişik, ardıcıl və sistemli şəkildə işimizi qurmuşuq.